Salam değerli izləyicilərimiz. Bugün sizi Masaz qəsəbəsində 2 mərtəbəli gözəl belə bir ağ evlə tanış edəcəm. Evimiz qeyd ki, marşrutun arası 200-250 metr məsafə yerləşir. Cantəpə deyilən əraziyə yaxın yerdir. Hündür belə bir ərazidə yerləşir. Puntla idarədən qapısı və əlavə bir dənə əl qapısıdır. Geniş küçədə yerləşir. Evimiz paketdir. Gördüyünüz kimi böyle geniş rahat 4-5 maşın girə bilən, 2 sotdan cüzi az olan bir ərazidə həyətdə tikilib. Giriş böyük. Gördüyünüz kimi mərmərlə yığılıbdır, istip oldu. Qeyd edim ki, 1-də 2-də monolit betondan tikilib. Evimiz paket qubça, dövlət PTK-sına da yararlıdır. Gördüyünüz qonaq otağımızdır. Geniş şəbəkə pəncərələrlə birbaşa həyətinə baxır. Kondisioner yer nəzərdə tutulan qətlər atılır, spotlar qoyulubdur. Bütün evlər göz istip oldu. Heç birinci mərtəbədə radiatordan istifadə olunmur, hamısı istip oldu. Bu qonaq otağımızdır. Gördüyünüz kimi qonaq otağıdır. Özdən mətbəximizdir. Mətbəximizdən də birbaşa həyətinə çıxış var. Arkada həyəti var. Birbaşa 9-cu mikrorayon Yasamal bu belə Beləcəri istiqamətinə baxır. Yəni gördüyünüz ərazi. Evimiz demək olar ki 3 mərtəbədir. Düşürsüz buradan padval hissəsinə deyək. Bu da gördüyünüz qupqurudur. Monolit betondur. Bütün evlərin altı açıqdır. Bax gördüyünüz kimi. Əlavə su bakı qoyulubdur. Bütün ev havalandırıcısı monolit betonla, yəni panel deyil, monolit betonla 16 santim beton tökülübdür. Keyfiyyətli iş görülübdür. Evimiz qeyd edilir ki 3 mərtəbə nəzərdə tutulur. Bu xırda işlərdə təhvil veriləcək. Kombi aparatı qoyulubdur. Belə hündür ərazidə yerləşir. Tam sağı solu yaşayışdır. Qaz, su, işıq, mərkəzi kanal sistemi. Yəni yağış, su tutulan bir ərazidə çox hündür bir yerdədir. Qəşəng bir yerdə yerləşir. Bu hissəsi sanitar qovşağımızdır. Gördüyünüz kimi bütün aksesuarlar tam təchizatdır. İkinci mərtəbə qalxan pilləkənimizdir. Bu da gördüyünüz betondur. Üstü qəşəng mərmər qranitdən yığılıbdır. Bu mənzilimizin bu hissəsi də istif oldu. Bu yuxarı mərtəbədə hamam otağımızdır. Paramla aksesuarlar quraşdırılmayıb. Geniş yataq otaqlarımız, yataqdan bir sərcə pəncərə qapısı hamısı açıqdır. Bu pilləkənimizdə düşən işıq pəncərələrdir. 3 yataq, bir mətbəx, bir qonaq otağı ibarətdir. Bu digər yataq otağımız, bu isə digər bir yataq otağımız, bu isə həyətinə çıxan balkonumuz, bu da həyətimiz. Ana küçədə görürsünüz qaz xətti var, su, işıq, qaz, kanalizasiya, nə bilim internet. Tam yaşayış bir ərazidə yerləşir. Marşrutda da məktəbə çox yaxın ərazidə yerləşir. Yəni 250-300 metr marşrutla həm də məktəbə yaxın bir ərazidədir. Qeyd edim ki, qiymətimiz 118 manatdan ilkin olaraq satışa qoyulubdur. Real alıcılara da endirim yəqin ki, yüzü bir söhbət eləmək olar. Ətraflı məlumat üçün 050 662 82 12 nömrəsi ilə əlaqə saxlayıb ətraflı məlumat ala bilərsiniz.